Salam. Qurd əleyhinə 4 ən güclü vasitəni sadalamaq istəyirəm. Birinci, balqabaq tumu. Balqabaq tumu yeməkdən əvvəl bir xörək qaşığı asta-asta çoxlu çeynənilir. Balqabaq tumu qurd əleyhinə ən güclü vasitələrdən biridir. İkincisi, qara zirə toxumu. Yeməkdən sonra 1/4 çay qaşığı miqdarında çeynənilir. Çox çeynəmək lazımdır. Mütəmadi olaraq bunu etdikdə qurdlar üçün olan mühiti məhv etmiş olursunuz. Üçüncüsü, kətan toxumu. Kətan toxumu tərkibindəki alfa-linol turşusu vasitəsilə toxumaları çink ilə təhciz etmiş olur. Harda çink varsa qurdlarla mübarizə var. Və nəhayət dördüncü, sarımsaq. Sarımsaqdan 2-3 diş götürüb əzirsiniz, üzərinə 1 stəkan qaynar su əlavə edirsiniz və 20 dəqiqə gözləmək lazımdır. Sonra onu süzüb gün ərzində 3 dəfə, hər dəfə stəkanın 1/3 miqdarında qurtum-qurtum içmək lazımdır. Müalicə müddəti 1 həftədir. Hamınıza təşəkkür edirəm, hamınıza can sağlığı arzulayıram. Videomu bəyənib paylaşdığınız və səhifəmə abunə olduğunuz üçün əvvəlcədən təşəkkürümü bildirirəm.